Bunda da instalasyon cancel hepsi. Bundan gəlir. Deməli regression həftə 5 paylaşılmışam buradan. Çox şey elə bilmişəm bura. Ha, bu açıq imiş onsuz. Okay, başlayaq. So, bəzi basic terminologiyamız var, onları bilməliyik. Deməli, continuous variables, bir də categorical variables. Biz bunu bilirik də. Continuous variables olur ki, numerical variables. Categorical da budur ki, object type variables. Doğru. Bunu bilirik də ki, hamımız deyə düşünürəm artıq. Dependent and independent variables var. Dependent variable bizim outcome'ımızdır. Bunu belə düşünün. Outcome. Result nədirsə bizim dependent variable'ımızdır. Biz ondan asılıq. Çünki biz onun üzərində işləyirik də. Bir də independent variable'lar var. Dependent variable'ları tapmaq üçün istifadə edədiyimiz variable'lar, amma biz deyirik independent variables. Independent bir-birinə asılı olmayan deməkdir. Bir də. Bilirsiniz? İki mənə kəsb edir. Bir-birinə asılı olmayan variable'lara independent variables deyilir. An example, if we have four features, age, bax, variable, features, eyni şey deməkdir. Bunu bilin. Features, variables, bir də columns. Deyirəm, məsələn, column da fərqlidir. Bunlar üçü də eyni mənə kəsb edir. Sadəcə variable deyəndə daha, variable bir-birinə şeylər və fərqlilik deməkdir də, yəni bilir, features deməkdir. Və fərqli featurelər. Buna variable deyirlər. Bilirsiniz? Sonra, age, education, level, and work. Work experience, salary. Need to find the relation between the salary and the rest of the features. The salary will be dependent variable. And bax, need to find the salary. Əgər biz xərcləri, alınan nə vacibdə maaş. Maaşı əgər düşünürüksə, onu tapmaq istəyiriksə, bax, deyək ki, bizim 4 dənə feature'ımız var da. Age, salary, educational level, work experience, salary. 4 dənə bizim feature'ımız var. Doğru. Deyək ki, əgər biz bu dataları istifadə edərək, biz salary'ni tapmaq istəyiriksə, əlbəttə biz salary'ni çatmalıyıq da biz burada. Yəni biz salary, axı bizim outcome salary daxil. Salary'miz bizim dependent variable'ımız olur. Digər üçü isə independent variable'larımız olur. Deyək, buradan gəlir. Çünki biz bundan deyəcək çox tez-tez belə variable, bunlar anlamaq lazımdır. So, variance and standard deviation. Biz bunları da bilirik də. Hə? Bax, variance and standard deviation are two quantities that address this concept. To calculate the variance, we take the difference between each number in a data set, hər bir rəqəm götürürük, hər bir value-ni götürürük. And the mean of the data, ümumi datamızın ortalamasını götürürük. And square this difference to make it positive. Independent, yəni square eləyəndə mənfi 2-nin square-də şeydir, 4-dür, müsbət 2-nin də. Biz istəyirik ki, axıda biz bunun distance-ını tapmağa çalışırıq. Hər bir şeyin distance-ını tapmağa çalışırıq. Ondan niyə görə biz onu edirik bu arada? Deyək ki, biz prediction edirik də. Biz prediction edəcəyik, deyək ki. Prediction model quracaq. Biz accurate value-ları bilirik, bir də predictive value-ları bilirik. Biz predictive value ilə accurate value-sına olan fərqini bilmək istəyəcək. Ondan toplamına baxacaq biz. Bilirik, bunun da bir adı olacaq. İndi ona gələcək. And finally, divide the sum of the square by the total number of values in a dataset. Ortamız tapılır. Deyirəm ki, bundan square-i sonra da bölürük total number-a. Neçədən value varsa. Hər bir feature üçün ortalamasını çıxarırıq. So, hər feature-ın arasında olan difference square-ni tapırıq. Sonra da həmin feature-ların sayına qədər bölürük. Yəni, həmin feature-ın value-ların sayına qədər bölürük. Nə qədər entry varsa. Ona görə bölürük. Okay. And standard deviation da onun kök altısıdır. Bax, variance deyəndə budur. Variance də bunu variance-in kök altına salmışlardır, standard deviation. Sadəcə, biz bunu square eləmişik başda. Square eləmişik. Square eləb ki, ümumi də kök altına salır ki, square-dən çıxmış kimi olsun. Nə bildin mi? Belə deyək. Anladınız? Yəni, simplifikasiya edəsən. Confidence intervalı yenə bilirik. Confidence interval ki, bir şeyin parametrlərini, dəqiqliyini biz bilə bilmək, %100 deyil bir şey bilə bilmək, müəyyən bir buffer point verir. Buffer point-da biz deyirdik. Confidence interval deyil, confidence level deyil. Confidence level, confidence intervalın içindən gəlir. Confidence level və confidence interval eyni şeydir. Interval ortalığa baxır, confidence level-də dediyimiz 5% deyil. Yəni biz deyirik 5% confidence level.
Və amma bizə deyir ki, 5% confidence level 95% confidence interval deməkdir. Sizə fərqli bir şey demir ki, Həsən keçər Həsən, onun kimi bir şey. Bilirsiniz, bu deməkdir yəni. Okay. Ondan sonra neyse, dəmdən bunu deyək. Suppose bunu bir şey bıraxdırıq. Suppose we are extracting Suppose we are extracting 100 samples from the group of students in a university, where each sample has a certain number of records. We have calculated the mean age of the students from each sample. Now, if we say that the confidence interval is 18 and 94, 18 and 24, with a 95% probability, that it means that the mean age of 100 samples will die in the range of... Görürsünüz, anlayabilirsiniz. Bu nə deməkdir? Deyir ki, əgər biz 100 nəfər götürürük bir dənə qrup içərisindən. Bir dənə sample götürürük. Okay? 100 samples. Okay? 100 dənə sample götürürlər. Bildiyində 100 dənə sample götürürlər. Deyirlər ki, 95% accuracy ilə, 95% ehtimalla bir götürdüyümüz sample'lar içərisində hamısı da iki şey deyir, 95% ilə ehtimalla 18-dən 24 yaş arası qrupuna düşür. Ona biz bunu deyə bilərik ki, 95 nəfər, 100 nəfərin 95 nəfəri, 100-ün 95-i, 18-24 arasına düşür. Probability ilə eynidir də, confidence interval eyni gəlir. Məntiqli? Okay. The higher the confidence, the more the width of the confidence interval. Yəni ki, nə deməkdir? The higher the confidence o deməkdir ki, biz bu 95-i 96, bu dəyişmişik bir də, bilərinizə elə. Bu 95-i 96 eləsək biz, bizim bu range'imiz böyüməlidir. Çünki daha dəqiqliyinə deyirmək istəyirəm, daha az buffer point verim. Nə qədər az buffer point o da böyüməlidir ki, daha dəqiqlədir ki, bu düşümün içərsin. Bildiniz? Mən seçmələrdə kimsə eləsəm, interview eləsəm, belə bir sual verirəm. Çünki məntiqlə baxmaq istəyirəm, güvət badəyən sən məntiq, yəni ki, ümumi general anlayışı var, statistikadan yoxsa yox. Bu, belə. Okay? Anlayış, hamı? Copy? Hələ. İndi gəldik bizim mövzu. Bu sadəcə elə bir prosto refreshing kimi idi, yəni. Terminologiyanı. So, supervised learning, linear regression. Nədir bunlar? Bu üzərində şey. Supervised learning nə idi? Bilən var, yadınıza gəlir. Buyur. Unsupervised var. Unsupervised bu üçün biz modelə həm x-i veririk, həm y-i veririk. Amma supervised dersə sadəcə x-i var, y-i versə ihtimali var. Doğrudur. İndi onun da hasan yolu var demək. Unsupervised learningdə bax, label nədir? Bax, burada bir dənə gələcək. Bax, label nə idi? Bax, burada bir dənə şey görmüşdük biz. Dependent, independent variable var. Bax, bu dependent variable əslində bizim labelımızdır. Label nə deməkdir? Outcome. Dependent outcome deməkdir, label da outcome deməkdir. Outcome. Yəni biz nəyə baxaq? Salary vardı biz burada. Hani salary? Bir burada. Biz yəni ki, maaşı ölçmək istəyirdik. Bizim maaş burada, bax bu 4 dənə variable'lar içərisində bizim bu salary həm bizim dependent variable'ımızdır. Dependent variable'ımızdır. Və eyni zamanda supervised, unsupervised learning'ə girəndə bu bizim label'ımızdır. Bildin? Əgər bizim label'ımız bax, unsupervised learning'də K-means var modeli. Bizim nəyimiz? Bizim label'ımız yox idi, bilmirdik. Biz dedik ki, Allah bunu qruplar içərisində sox. Bildin? Bizim label'imiz yox, bizim salary. Peki, biz salary'ni belə independent variable kimi istifadə edəcəyik orada. Bütün maddiyyatını alırıq, onu bir qruplar içərisində soxacaqıq yəni. Biz buna unlabeled deyilik. Bizim label'imiz yoxdur. Bizim dependent variable'imiz yoxdur. Hamısı independent. Bildin? Amma supervised learning'də
bizim şeyimiz var, label'ımız var. Okay? Her zaman. Demek supervised learning değil. Let's start with an example. Suppose we are given a data set that contains the size in a term of area. Yani bir arazi olarak da size demektir. Area demektir. Yani bir şey həcmi. Of different houses, yani evler həcmi, and the market price. Yani evin böyüklüyü, deyək məsələn 10, 50, 70 kvadrat metr, 80 kvadrat metr, belə və ondan qiymətləri. Belə bir data setimiz var. Düşün ki, iki dənə şeydən ibarət, kolumdan ibarət. Həcmidir evin, bir də evin qiymətidir deyə. Your goal is to come up with an algorithm that will take the size of the house as an input and return the market price as an output. Gəlin. Evin həcminə görə qiymətlər verəcək. Və bizə belə bir model olsun ki, elə bir model olsun ki, yazmayacaq ha model, prost izah edirəm. Model götürəcək bizim evin həcmlərini və onca müəyyən bir algoritma yazacaq, bilir, və ona görə də şey çıxardacaq bizə, outcome çıxardacaq, qiymət çıxardacaq. Yəni bizim olacaq orada data setimizin, onsuz da bizdə var, bilirik ki, bir şeydir. Bu qiymətə bu datadır, bu qiymətə bu datadır. Və ondan sonra deyək ki, bizim data setimizdə deyək ki, şeydir. Yəni 500 dənə şey var, entry var, 500 dənə row'umuz var, informasiyamız var. Ona görə model quruldu. Sonra bir dənə də əlavə bir dənə müəyyən bir rəqəm atıram. Deyirəm ki, hə, bu modelin qurulduğunu deyək ki, indi bu modelin datalarına görə, qurulan modelə görə, deyirəm ki, 85 kvadrat metri evin qiyməti neçə olar onda? Model çıxdı etapları sağ verməli təxmin. Amma bu verilən rəqəm niyə görə buffer point deyilə, interval deyilə? Deyirəm 95% ehtimalla dəqiqlik olsun. Ancaq deyir ki, bu qiymətdir. Biz, amma o dəqiqlik də onun buffer pointi görə qiymət verir. 5% yuxarı, 5% aşağı olacaq belə bir şey. Əgər 5% intervalına desəniz. Belə. So, dediyim kimi, supervised learning deyəndə bizim labellarımız olacaq. Bu label, məsələn, burada bizim labelimiz nə idi? Burada, bu içərisində, bizim buyumuz vardı. Market price bizim labelımızdır. Okay, easy. Okay. The reason this paradigm of machine learning is known as supervised learning is because it's similar to the process of supervision. Yani supervision, yani supervision that a teacher would conduct on a test result of a student on an examination. For example, this answer the student gives, predictions are evaluated against the correct answers. Deyirsən təbii, bax, bunu belə saxlayın, supervised. Nə demək? Supervised learning. Supervision nə deməkdir? Yönətmə. Supervision yönətmə deyir də, yəni deyir ki, məsələn, öyrətmə, yönətmə, bir yol göstərmə, bildin? Yəni, bir end result var. Yəni, mən sənə buna doğru yönətmək istəyirəm. Bax, onu necə deyir ki, deyək ki, məsələn ki, ən rahat yolu nədir? Test eləmişik, test. Kamera test. 15 dənə sual deməli bir test elə. Mənim test cavabları var da. Hər kəsə cavabını yazır, A, B, C falan məşqini atır belə. Mən görəm, baxım, cavab şıkkım var, müsbət mənfi. Bu sizin də elədiyiniz predictionlardır. Təxmin, sizin öz yazdıqlarınızdır. Predictionlardır. Məndə olan actual value-lardır. Düşünün ki, mən actual model qururam. 6-7 nəfər. Düşünün ki, bütün dövblər. Bax, bu TQDK imtahanətlər olur. TQDK imtahanı cavabların yoxlanması əslində supervised learning yoluna edilir. Məsələn, eləyə bilərlər. Nə qalırlar? İndi eləmirlər. Ona məsələn ki, 125 dənə daha məsələn çeyirirlər də. Yəni, düşünün ki, ümumi bir dənə şey qurursunuz. Belə, innəyə kimi olmuş bütün TQDK imtahanlarının cavablarını şeylər. Ona görə təxmin edib cavablar yazılır. Model özü şeylə təxmin edir ki, bunun cavabı doğru, bunun cavabı səhvdir, bunun cavabı doğru, bunun cavabı səhvdir falan belə bir şey. Bilin, müəllimin elədiyi adi bir dənə cavabı yoxlama, 15 dənə sualda ibarət cavabı yoxlama var. Baxır deyir ki, bu predicted buydu, əslən qəşə budur. Müsbət mənfi verir belə. Bildiniz, ona görə də model də onun kimi bir şey qurur yəni. Sonra deyir ki, supervised learning algoritmləri iki formaya ayrılır. Regression and classification. Yəni, adından da bəllidir. Regressiya nədir? Continuous variable'ların qurulan modelləri. Yəni ki, numerical olur. Classification da, bax, outcome, output və outcome var ya, outcome və output eyni şeydir də. Yəni, əgər mənim son
end resultı mənim label'ım. Əgər mənim label'ım bax salary nədir? Continuous variable. Onda bu regression type modellərə girəcək. Okay? Əgər mənim label'ım yes, no, Arif, Akif falan belə bir şeylər ya A, B, C, D kimi şıqlara bölünsə, ona deyirlər classification. Ona görə baxın, imtahan sual verdim belə sample'ını verdim, deyim ki, məsələn, imtahan. Onun hansına girirsiniz ki onda? Classification'a girin. Right, easy peasy. Okay? Good. Sualım var. A, B, C, D şıqları. Mən nə bileyim, bəsəm yeni dəyişik dəqiqədə mən oturmamışım, deyil, tam bilmirəm. İndi açıq tipli suallar da var falan. İndi mən belə tam girmədim. Mən məsələn ABC'də mən təxmin edirəm də, prosta izah eləmək üçün. Bax, in this lecture we will be learning about regression algorithm. İndi həm biz regression'a görəcəyik, həm classification görəcəyik. Biz regression'la başlayalım. Çünki regression daha çox modellər var onun üzərinə qurulmuş. Which obviously and daha çox istifadə olunur. Bank sektorunda demək ki, ancaq başdan ayağa var classification, amma daha çox regression type modellər qurulur. Bank sektorunda. Müştəri alacağını çox yes, no kimi, hə. Amma classification type ilə regression type çevirmək yolları var. Onu da gələcəkdə görəndə falan bəzi sample'lar falan işləyərik. Yəni əgər sən regression üzərində çox mükəmməlləşmişənsə, onu artıq o qədər yaxşı bilirsən ki, bax, amma classification çox anlayışın yoxdur, o qədər də çox tweak eləyə bilmirsən. Düzü classification algoritmlərinin cavabını tapmaq daha yuxarı çıxır. Yəni ki, daha high accuracy verir ki, nəinki regression type-lar. Regression type-da buffer point olmalıdır hər zaman. Amma classification type-da olmur. Çünki yes, no. Ya bu cavabdır ya yoxdur. Ya yes, ya doğrudur ya səhvdir. Çünki 2 vur 2-də, 2 vur 2 bərabər 4. Biləm. Deyir ki, which obviously find the great use of machine learning prediction of several numerical variables who will be interested in estimating, such as price, income, age, and human. So, linear regression var. Bax, regression matematik formatlarda var. Linear regresiya. Linear regression, linear modeller bilirsiniz? Linear deməkdir. Hə, nə deməkdir? Bax, indi bura girdik. But linear relationship between the independent and dependent variables of a data set. In this previous example, the independent variable of the size of the house and dependent variable market. Evet. Bax, düşünün ki, deyir ki, baxın bizim sample'ımız var daxil. Evin həcmi ilə qiymət arasında olan mütənasiblikdə. Bax, bunun üçün ki, bu vay burada, bax bu vay. Baxın. Burada şu var. Bu bizim nəyimiz olacaq? Qiymətimiz, evin price. Evin qiyməti. Bu evin həcmidir. Evin həcminlə müəyyən bir funksiya bu evçi şey olacaq. Theta 1 deyirlər buna. Theta 1 deyir ki, value, fixed value olacaq hər zaman. Bizim model quranda, bax, linear model, linear format, linear modellər qurulanda, variable, bir bizim iki dənə bir dənə variable'ımız var, onsuz da evin həcmi. Bunu düşünün bu istənin. Bir dənə bu istənin düşünün. O da mənim x-in şey olur, mənim evin həcmi olur, bu mənim fix number'ım olur. Çünki hər dəfəsində burada heç məsələn mən bilirəm ki, okey, hər kvadrat metri qiyməti 18 manatdır. Bilin, indi orada məsələn ki, orada çıxır bir qiymət tapır, deyir ki, 1.3 hər dəfə, deyir ki, bilirəm ki, bir evin qiyməti, bir square metrin qiyməti, bir kvadrat metrin qiyməti 1300'dür, bilən 1300 manat. Məsəl üçün deyirəm abi. Bu olur 1300. Bilin? Bilin ki, bu da bizə fix number olur. Bu amma şeydir, deyir ki, amma hər ev alanda sən aparsan bir faiz şey deyirsən, aparsan da bilmir, 3500'də təks olur, dövlətə vergi verirsən. O 3000 vergi budur. Bu dəyişmir. İstən 100 kvadratlar, istən 10.000 kvadratlar. Belə bir şey də var. Bu buradan gələcək. Yəni biz bu da bir dənə deməkdir. Hə, burada bir dənə feature yoxdur, 15 dənə feature olsun. Hamısında bir dənə birə-bir olası deyil ki, bəzi var ki, evin yaxdan tək həzmi deyil də, otaqların sayı fərq edir, yer rəsmi lokasiyalar fərq edir, belə şeylər location'da, ərazi olaraq da. Var da, əvvəl başda hər yerin qiyməti yazından var idi, yəni.
Belə. Okay? Burada bunlara da bax budur. Buna coefficient deyirlər. Coefficient da independent variable'ın çarpımı deməkdir. Çarpımına gələn o fixed value. Ona deyək coefficient. Okay? Öncələri hamımız görmüşdük coefficient. Yox. İngilis oxumamış da bilməm. İngilis oxusanız coefficient yəni 3-cü 4-cü sinifin dərsliyində olan bir şeydir. Yəni. Okay? Sadəcə bir terminologiya. Başqa bir şey deyil. Okay? Anladıq biz bunu. Okay. So square mean. Square mean, bax yadınıza gəlir, bax indi square mean error. Gəlin buranı danışaq. Yadınıza gəlir, mən deyəm, model nədir? Model bizim model. Bu bizim fix, bunun bu vərini biz bilirik də hər dəfəsində. Model bunu götürür. Elə bizim datalarımızı götürür ümumiyyətlə. Bizim datalarımızı götürür. Elə. Sonra bununla bizim bu model çıxarına. Bizim deyək ki, biz bir model gördük ki, evin qiymətini hesablasın. Eləsin bütün qiymət. Bizim modelimiz bir bunu tapacaq, bu rəqəmi tapacaq, bir də bu rəqəmi tapacaq. Datamıza baxar. Ortalama bir şey çıxaracaq. Bildiniz? Ortalama bir şey çıxarıb bizim rəqəmi tapır ki, biz bununla bu fix numberlar tapır. Baxır 10.000-dən fikirə, ortalamasını götür çıxardır, düzgət olmalıdır, linear olmalıdır, linear formatını çıxarır. Deyir ki, mən x-y təbanım budur, yəni coefficient birim budur, coefficient sıfırım budur. Rəqəmlər budur. Deyir ki, bu 1300-dür, çünki hər kvadrat metrə görə 1300 manat dəyişmirsən qiymət, bu da olsun 5.000. Bundan tapdım mı bu ikisini? Ondan sonra mən predikt edəndə, vaxtsanızda bir rəqəmə predikt edəndə, mən də aparım 85 kvadrat soruşuram. Peki ki, 1300 bilirəm, 5000 bilirəm, bunda vuracaq şey, 85 kvadrat. Cavabı çıxayım. Mən prediction budur. 100% doğru deyil bir şey yoxdur. 100% doğru deyil. Çünki bizim model bu fix ola bilməz axı. Ən yaxında, baxanda bizim data pointlərimizin keçsə ən yaxın olmalıdır. Göstərəcəm şəklinizdə. Bu da ki, bu nə deməkdir ki? Mən bunu predikt elədim. Amma mən əsl rəqəmdə bilirəm. Əsl bilirəm ki, məsələn, 85 kvadratı məsələn qəsəb 195 min, məsələn, evin qiyməti. Amma mən prediction modelim düzgün üzərində olmalıdır, linear olmalıdır. Tapıb ki, okey, 189 min. 6 min ola baxırıq. 6 min götürürsən, active expressdən square götürürsən, nə qədər mean square error deyirlər. Yəni ki, active value-dan nə qədər şey fərqli. Ne şəkil bir görəsiniz, görməni anlayırsınız. Bax, bu. Burada rezidual deyirlər. Bax, rezidual nədir? Bax, görürsən, mən linearım da. Bax, bundan bizim data pointlarımızdır. Deyək ki, bunlar bizim estimationlarımızdır. Biz model qurduq. Hypothetical model. Biz bunları test datalarımızda atdıq. Belə. Bu linear şey, əvvəlki bizim modelimizin içinə gələn dataya görə bir linear bir şəkildə xətt tutulacaq. Linear model daxil. Xətt tutulacaq. Ona görə bizim bütün predictionlarımız atacaq bunların içərisində. Bax, xətt üstündə olmalıdır. Xətt üstündə olmalıdır. Biz nə deyirik? Biz deyirik ki, okey, xətt quruldu, amma 100% bütün toskada kesilməz bu. 100% bütün toskada kesilməz. Mümkün deyil elə bir şey də. Elə bir linear görə bilməz ki, bütün dataportdan üstə keçsin. Onda nə alınır? Amma bu xətt elə olmalıdır ki, niyə bu xətt buradan getirir belə? Niyə belə getirir? Niyə burada getirir? Ən mükəmməl fit. Yəni, bizim bütün dataportlarımızı hesablayır, hamısına baxır. Və bizim ümumidə baxalım, buna fikirləsən baxın, məsafənin square rootunu götürüb, bir görsən nə bölüdür, bütün hamısını götürüb belə, nə qədər məsafəyə addırsa bizim şeydən. Bu, eləsin götürməlidir ki, bu cəm yoxdur, bu cəm. Bax, bu cəm var ya. Bax, bugün gördünüz, bax, bir hissəli, bu rezidual nədir? Bu bizim prediction line'ımızdır. Bu bizim prediction line'ımızdır. Bu da bizim actual'ımızdır. Biz burada məsafəni baxmaq istəyirik. Nə qədər uzaqdadır, actual'ın içərisində, nə qədər məsafə, nə qədər fərq var. Yəni, həqiqi qiymətlə prediktor qiymət arasında olan fərq. Modelimiz üçün fərq. Bax, görürsünüz bunu. Bir mean square error tapır.
X kare eşittir. Bunun hamısını cəmlikdir. Bax, görün, y x eşittir. Bu yeni şeydir də. Elə. Amma bu bir dənə test qarşıdır. Çünki bunu hamısını götürsən. Qeydə alırsan. Mən deyirəm ki, mənim min error ən balaca olsun. Ona görə xətti təyin edirəm. Yəni, mən bu təyin edirəm ki, bütün dəfələrimi götürən sonra mən biləyəm ki, okey, bu ən mükəmməl xəttir. Elə, mənim ümumi errorumun ən balaca halına gələcək. Okey? Anladınız? Okey? Okey. Okey, gəl bunu şeylə, gəl bunu oxuyaq. R square, okay. Deyir ki, before applying the model over unseen data, görülməmiş data üzərinə apply. Bax, bizim bir dənə model A quruldu. Deyir ki, biz hər hansı modelin üzərinə apply eləməmişdən qabaq, it's important to check, yəni biz hər hansı bir predict modeli, yəni bizim modelimiz quruldu, prediction eləməmişdən qabaq check eləməli olduğumuz bir şey var. Biz modelimizi qurduq, linear modelimizi qurduq və indi biz hər hansı bir data artıq onu predict edə bilərik də, eləməklə o prediction göstərir. Təxminən göstərir. Hələ birinci bir dənə şey check eləməliyik. It's important to check its performance to make it reliable. Yəni ki, dəyər ki, həqiqətən model işləyir, işləmir deyə. Yəni, biz model işləyir, işləməliyik mi? Test datasını atmaqdan qalq bəlirləyə bilərik bir mənada. There is a few metrics to measure the performance of the regression model. Yəni, bəzi şeylər var. Toollar var ki, biz istifadə edib, onun modelin nə dərəcədə performans göstərdiyini bəlirləmək üçün. Olan bizim bəzi şeylər, bəzi modellər, şeyimiz var. Performance matrix deyirlər buna. Buna deyirlər R-square, bir də adjust R-square var. Ondan fərqini gələcəkdir. Bir yerdə oxuyub anlayacaq. But R-square is a useful performance matrix to understand how well the regression model has fitted over the training data. Anlayın oldu bunu? Yəni ki, R-square göstərir ki, bu bizim modelimiz training datanı istifadə edəndən sonra nə qədər mükəmməliyinə oturub. Yəni bizim bu, bax bu var ya, bax bu Minsk error. Nə dərəcədə yaxşı oturubdur, yəni bizim modelimizə. Biz bunun üçün training datanı istifadə edirik. Training datanı, test datanı yox. Training datanı istifadə edib modelimizi qururuq da. For example, an R-squared of 80% reveals that 80% of the training data fit the regression model. Yəni ki, bu nə deməkdir? Bax, bu var ya, bax bu. Deyək ki, bizim actual pointlarımız bunlar daxil. Belə, 80% mükəmməliklə oturubdur bu xəta onun üzərinə. Yəni, 20% datamız əslində misseydi. Tam deyil də, yəni bilə baxın, bilin, valuelərimiz tam uymur. Bu onu göstərir. A higher R-square value generally indicates the better fit of the model. Yəni, nə qədər R-square'imiz nə qədər yuxarı olarsa, bir o qədər yaxşı model, bizim training datamız o qədər modelə oturubdur. Yəni, biz nə qalmalıyıq? Biz hər hansı modeli quraq, bizim, yəni, любой formatda biz deyəcək, biz linear modelimizi qurduq. Linear modelin nə qədər mükəmməl olduğunu göstərmək üçün biz R-square istifadə edirik. Baxırıq ki, bizim R-square-imiz 1-ə, elə 100 şeydə 1 üzərində olur göstərir. 0-dan 1-ə kimi gedir əslində qalsa. Yəni, o da göstərir ki, neçə faizdə, yəni 0.5-50% deməkdir, özünlük artıq. Yəni, neçə faizi yəni, neçə faiz yəni, nə qədər mükəmməldir də, belə baxın. Ona faizini hesablayır, maksimum 100% kimi. Çox 1 deməkdir. İndi gələcək biz ora. Bir də deyək ki, adjusted R-square var. Bunun namının fərqini gələcək. The adjusted R-square is a modified version of R-square that takes into account the number of independent variables present in a model. Nə deməkdir? Bax, bu R-square-də biz neçə dənə feature-ın olduğuna baxmırıq. Nə qədər feature olursun. Amma adjusted R-square o independent variable-lara baxır. Dəyərləndirir onu öz aləmində. İndi necə dəyərlənir? Bax. When a new variable is added, yeni variable, bəzi ola bilir, yeni variable əlavə edirik də biz. Deyək ki, bayaqdan bizim 4 dənə feature-ımız vardı, indi 5 dənə feature eləmək istəyirik. Ola bilər? Ola bilər. Okay, deyək. The adjusted R-square increases if that variable adds value to the model. Decrease if it doesn't. Yəni bu nə qarı? Adjusted R-square yeni bir feature əlavə eləyəndə
Əgər görür ki, bu feature bizim modelimizin şeyini artırır, confidence-ni artırır. Bəlkə 80% fit edir, 85% fit edir. Artırıb da ona nə verir? Ona higher value verir. Deyir, ha, okey. Bu artırır mənə. Bu feature önəmli featuredir. Yeni gələn feature önəmli featuredir. Əgər yox, görür ki, orada da əhəmiyyət kəsb eləmir, çox da bir yüksək eləmir. 3 dənə feature istifadə edib də 80% tapırdım. 4 dənə istifadə edib 82% tapmışam, 81% tapmışam, 85% tapmışam. Çox bir təsir eləmir. 3 dənə feature, hər feature 30-35% təsir göstəribdir. Bu amma çox təsir göstərmir, 1%, 0.5% falan təsir. Ona az value verir. Onun şeyini azaldır. Onun az value vermək nə deməkdir? Bizim coefficient var idi burada, coefficient. Bir bax, coefficient var idi. Çünki yeni bir dənə feature gəlir. Yeni featuredir, bax bu hissə. Bu coefficient-i azaldır, sıfıra yaxınlaşdırır. Nə qədər yaxınlaşır, o qədər az əhəmiyyət kəsb edir də. Bizim belə bir şey. Okey. Yuxarı getdik. Buradayım. So hence, adjusted R-square is a better choice of metric that require R-square to evaluate the quality of a regression model with multiple independent variables because adjusted R-square only remains high when all these independent variables are required to predict the value of the independent variables well. Okay, nə deməkdir bu? Deyir ki, əgər bizim çoxlu feature'ımız olarsa, 2 və ya daha artıq feature'ımız olarsa, biz R-square-in yerinə adjust R-square istifadə etsə daha yaxşı olar. Çünki bu feature'lərdə qeydə alır. Bütün çox feature'ları qeydə alır. Hər feature özünü dəyərləndirməsini edir. Yəni R-square point-dən dəyərləndirməsini edir. Point-dən dəyərlənmə. Adjust R-square həm point-dən, həm də feature-lərin dəyərləndirməsini eyni zamanda fikrinə baxır. Əgər sabah gün yenə də modelimizdə dəyişiklik etmək istəsək, yeni feature-lər vermək istəsək, adjust R-square ən yaxşı tooldur ki, bizim modelimizin nə qədər gözəl fit olduğunu, yəni datamızın modelə nə qədər gözəl təsir elədiyini görmək üçün. Okay? Modelə ikinci sorusu var. Orada. Bəzi insanlar şeydir, R-square-la adjust baxır, sonra deyir ki, baxın görün mən əlavəsini edeyim, yoxsa yox. Sən çox vaxtdan ayrılır insanlar. Əgər mən, deyək ki, model qurdum, mənim 15 dənə feature-ım var, eləmi? Mən deyim, 10 dənəsini götürürəm, 5-ini atıram. Birinci. Sonra deyim ki, bəlkə 11 dənə feature götürüm, 10 dənə götürməyim. 10 dənə götürürəm, modeli fitimə baxıram. Sonra 11-cini götürürəm, həmin 11-ci feature-ın əhəmiyyət kəsb eləmədiyinə bu adjust R-square-dən baxıram. Onun üçün, bax, başdan adjust götürə bilərəm, 10 dənəsini götürürəm, adjust R-square-dən baxa bilərəm. Amma bu 11-ci ona qoşmayacağımı, özü ona R-square-ə baxıram ki, ümumi modelin fitinə baxın. Bir də həmin feature-ın nə qədər əhəmiyyət kəsb etdiyini görmək istəyirəmsə, həm adjust R-square 10-un üzərinə qurub da, sonra eyni zamanda birini əlavə edib də onun üzərinə baxmaq çətin deyil. Baxın, bax belə deyim. 10 dənə feature-ım var, bir dənə də əlavə feature-ım var. Mən bu 10 dənəsini adjust R-square-dən baxıb, sonra 11-cini yenə adjust R-square-dən baxanda çox fərqini mən görə bilmərəm, mümkün deyil. Mən bu feature-ın nə qədər əhəmiyyət kəsb etdiyini görməyim üçün bu 10 dənə feature yox, başda çox məsələ. Onlara mən R-square istəyirəm, sonra buna ümumi sonra o 11 dənəyə adjust R-square eləyib onun əhəmiyyətini tapmağa çalışıram. Onun üçün bir çox insanlar yenə də R-square-dən hayda istifadə edirlər, yəni. Sırf əlavə olan feature-ın əhəmiyyətini görməmək üçün. Okay. İsveç. Bunu xahiş edirəm oxuyun bir tezdən. Okay. Sonra RMS-i var. RMS-dən də root mean squared error. Eyni şeydir. Bizim burada gördüyümüz nə? Bu. Biz burada square eləmişik axı üstü. Hətta biz bunu kök altına salırıq. Root mean. Root da kök altı. Root nə demək? Kök. Yəni biz bunu kök altına salmış halına root mean square error deyirlər. Anladın? Root mean square error nədir? It's calculated as the square root of mean of the square difference between actual output, yəni əsl qiymədə əsl value'lar bir də predicted value arasında olan square fərqini root kök altına salmış halı. Bax, bizim əsl output. Bu bizim predicted outputdur.
Və birinci screen aldı, bir görsəyə biləcəksiniz nə qədər vəlilərimiz var, görüşdürürük. Sonra kitabda almış alanlar bir şey deyil. With me square. Okay? Okay? Ready. Maximum likelihood and empirical risk estimator. Biz bunu danışacağıq. Bu biraz çox girir işə. Bunun haqqında bir məlumat verirəm. Bunun riyazi səhifəsinə girməyəcəm. Mənası yoxdur onsuz. Okay. Gəl bunun haqqında ümumi danışaq. Bu hissəsini görsək bəs edir. Bizə. Maximum likelihood. Mənim təxmini ingilis dilində yaxşılan var. Maksimum sözünü hamımız bilirik. Likelihood nə demək? Oxşarlıq. Maksimum oxşarlıq deməkdir bu. Okay. To establish the relationship between variables, yəni variable arasında olan connection deyək də, əlaqə. It's required to calculate the parameter of the model. Müəyyən bir parametr istifadə olunub, onlar arasında olan əlaqənin müəyyən bir parametrinə deyirsən. Məsələn ki, yaşın. Məsələn, bu iki nəfərin arasında olan fərq yaş fərqini görsəydir. Məsələn ki, və yaxud da ki, nə bilim, görünüş fərq. Bu bir dənə parametrdə müəyyən bir parametr deyirik. Yaş özü bir parametr. Elə onlar o şeydir. Hər bir müəyyən bir iki nəfər variable arasında olan fərq görmək istəyirsənsə, müəyyən bir parametr qoyursan, o parametr görə dəyərləndirirsən də. Now that we have understood the basics of supervised learning algorithm and linear regression, yəni anlamışlar biz bunları, let us look at how the estimate of the parameters of the linear regression model, yəni ki, necə təxmin edə bilir də, parametrləri necə dəyərləndirə bilir. We will see the intuition of two methods that are used to estimate the parameter. Maximum likelihood nə qədər yaxındır. Sənə görə, bax, çünki modellər, biz bu linear modeli qurduq da, linear regressionu qurduq. Linear regression nə var idi? Featurelər götürürdü, independent featurelər götürürdü. Onlar arasında olan əlaqəni tapırdı. Əlaqəni tapırdı, outcome-ı dəyərləndirirdi. Bu əlaqəyə görə işte orada şeylərdir də, bu koefficientləri verirdi falan belə. Amma bu ən vacib şey nədir? Oradan əlaqəni qurur. Yəni ki, mənim yaşımın koefficienti 3 olmalıyım. Deyək ki, rütbəmin də neçə iş təcrübəm var. Onun x2 olmağımı, deyək ki, müəyyən bir dəyər verir də, buna koefficientini dəyər verəcək. Bunlar arasında olan əlaqəni tapır ki, outcome tapsın. Sələri, məsələn ki, maaşı baxsında. Bu da onun kimidir. Ya deyək ki, ən yaxın likelihood götürür, ona görə parametrlərini qurur. Belə ki, empirical risk minimization, yəni ki, riskini minimallaşdırıb eləyir, yəni. İki formatda parametr qurmaq yolu var. Biri maksimum likelihood yolu ilə, bir də empirical. Ne gələcək biz buna? Maksimum likelihood nədir? Bunun riyazi tərəfinə girməyə ehtiyac yoxdur. Deyir ki, ümumiyyətlə, əgər bir eventin baş verməyinin başqa bir eventdən ona asılacağı o deməkdir. Bax, maksimum likelihood budur. Bir şey baş verməyinin səbəbi başqa bir şeyin səbəbindən irəli gəlir. Bunun arasında əlaqə. Deyir ki, mən düşün ki, bax, nə deyir? Be a sample in a certain dataset with n records event that shows the occurrence of y provided x has already occurred. Yəni ki, deyək ki, mən bax bu o deməkdir ki, bax bu o deməkdir ki, bu hissə. Bu hissə o deməkdir ki. Bax bu o deməkdir ki. Mən event götürəm, bir hadisə baş verməm. Mən bu hadisə o baş verməz probability-də. 2% ehtimalle bu hadise baş verəcək. Düşün ki, bu hadise orada artıq baş veribdir. Bilirsiniz? Yəni, birinci hadisə baş verməli çox biz bunu bilirik. Biz bunu tapmalısınız ki, bunu olduğunu bilərik. Bilirsiniz? Bunda maksimum likelihood'dan irəli gəlir. Bu maksimum likelihood deməkdir. İndi orada gəlmə, empiricaldakı heç nədə higher error tərəfini götürür. Məsələn ki, bir şeyin olma ehtimalının nisbət kimisinə. Yəni ki, bax deyək ki, if the error is high, it can be considered that the algorithm is not making predictions close to actual value. Predictions is a high risk.
Hence, the higher the error, the higher the risk, and vice versa. Empirical risk can be defined as the collective error made by the model overall during the course. During the estimation of the parameter of the model, we use machines for outcome. Is minimized to get the model. Okay. Deməli, necə bir şeydir? Düzgün yazmamışam bunu məncə. Yazmışam düzgün, prosto mənasız bir şey çıxır belə. Mənə sıxmır, anlayış çətinləşdirir. Ümumiyyətlə nədir? Deyir ki, mən modelim predict edir də model şeyləri də. Mənim deyək ki, R-square-im, adjust R-square-im çox aşağıdır. Aşağı olmanın səbəbidir ki, mənim deyək ki, modelimdə olan feature-lərin azlığıdır. Bu azlığı dəyərləndirir və ya çoxluğu dəyərləndirir və əlavə feature-lər var ki, mən heç bir qatmır yəni. Bunları azaldaraq, bunların performans, bunların koefficientlərini, value-lərini aşağı verərək feature-ı təmizləmək, modeli təmizləmək kimisindən. Elə ki, bu riskdən götürür. Bir var deyək ki, bax, bu nədir? Bu bir şeylər, maksimum layiqliyi bir şeylə əlaqələndirməkdir. Bu feature o feature-ə hansısa bir parametrlərinə görə dəyərləndirməkdir. Yəni, bir parametr götürür, dəyərləndirir. İki dənə feature onun arasında həmin parametr fərqindən dəyərləndirir. Buna deyirlər, maksimum layiqli bir-birinə olan oxşarlıq. Bu da deyir ki, oxşarlıqdan baxmıram mən bundan risk levelindən baxıram. Mən baxıram ki, okay, iki dənə feature-ım var. Hansı daha risklidir? Mən bu model risklidirsə, onu atım, mən bu işini götürürüm. Və ya ki, ikisinin riski aşağı yuxarı eynidir, onu ikisini saxlayayım. Falan kimisindən. Əgər bir çox risk götürürsə, onu atıq elimination kimisindən deyir. Elimination teknik deyirlər buna. Bilir? Və də minimization. Yəni, riski azaltmaq. Bilir? Deyək ki, mən baxıram ki, mən yaşı, salary baxsa çalışıram. Məndə var yaş, experience, neçə illər experience, hansı şeydədir, tipimi leveldədir. Ondan sonra baxıram şeylər, bir də baxıram game tərzi. Əslən, game tərzi bana çox təsir eləmir. Baxım, riski çoxdur yəni. Bunu bilmirəm, modelimi çətinləşdirir. Mənim modelimi şey eləyir, sapıtır da belə baxanda. Riski çoxdur, əhəmiyyəti çox azdır yəni. Da bundan şeydən, atıram mən şeydən. Bilin, dedik ki, promo ata bilmirəm, onun koefficientini azaldım, sıfıra yaxınlaşdırıram. Sıfır eləyə bilmərsən, sıfıra yaxınlaşdıra bilərsən. Bilin, model öz avtomatik olaraq yaxınlaşır sıfıra. Bu testdə işləyincə daha yaxşı görəcəksiniz. Best fit regression line. Okay. Ordinary least squares. Bax, best fit square line bizə nədir? Bunu rahatca izah edeyim, şəkil üzərindən geçsin. Yəni ki, best, bu nə deməkdir mənası? Bax, bu düşün ki, bu günü satıyorum. Elə? Bu götürür, bu trend vatanımızdır. Bir trend vatanımızdır. Bu xəttə yoxdur. Regression, linear regression konsepti, bu datadan istifadə edərək ən yaxşı hansı ki, bizim şey vardı, RMS nə idi? MS'nin 3-6'sı. MS neydi? MS'nin səhv ehtimalı edirsin. Burada, yəni MS'lə bunlar da fərqli, məsəl fərqli, hamısının toplamını bir nöqtə n-ə bölmək olur. Toplamını bunun cəmə bölünür. Bax, bunları toplayırsan, fərqli toplayırsan. Vurursan, square edirsən bunları. Sonra da pointdan sayını bölürsən, onun kökəmini alırsan, onda RMS-i. Bilir? Mən də o RMS-in ən minimum RMS almaq istəyirəm. Bilir? Elə bu xətt olmalıdır. Mənim RMS-im, hər bir xətt üçün bir RMS-i çıxır da. MS'i həmin o düz xəttləri nə qədər aralıqda fərq verirsə, yəni səhv verirsə, onu göstərir. Okay? Yəni, bir də biz bir də point eləməsək, bir dəyişəcək deyək. Bir ehtimal. Bilir? O trend datamıza baxmayız bizə. Çünki hər yeni trend olanda yeni bir dənə bir data əldə olmuşsa, ya orada ya bunun üstünə düşməli, bu üstünə düşərsə, xəttə üstünə düşərsə, onda dəyişir, modelimiz eyni qalır. Əgər yox, bir dam sapdırsa, modelimiz bir dəyişir. Bu da avtomatik dəyişir. Özü düşünür. Amma ancaq əgər training dataya girərsin, test dataya təsir eləmir. Test üçün. Bilir?
Mən zaman verəcəm. Şey deyəcəm. 5 dəqiqə danışaq. 5 dəqiqə bu trade-off'da danışaq. Ona sonra şey deyək. Trade-off biraz vay. Biz biraz duracağıq. Amma gəl bunu danışaq. Bias variance trade-off. Bias nə deməkdir? Bir şeyin bir şey olmaq possibility. Bilin? Variance necə araşdırma fərq. Bias deməkdir, bax bias nə deməkdir? Bu hamımız deyək ki, universitet oxuyuruq. Oxşarlılıq. Bias oxşarlılıq deməkdir əslində qalsa. Variance də fərq deməkdir. Məsələn, birbirindən olan şey. Bax, indi gəl bura. Training data. Gəl bunun hamısını danışaq. Bax, buna indi bizim şeylər gəlir də. Əsas terminologiya, yəni bunlara danışaq. Training data nədir? Bizim modelimizin train edildiyimiz datamız. Modelimizi onun üzərinə qoyuruq. Bu datanın üzərinə qoyuruq. Training data is a part of a data used to train the model. Yəni bizim modelimizi train eləmək üçün istifadə edildiyimiz data bir training data deyilir. Okay? Validation data nə deməkdir? This is a smaller fraction in a comparison to training data. Yəni bizim training datamızdan götürdüyümüz xırda bir hissədir ki, of the data used to validate the model. The performance of the model is iteratively validated on the validation data accordingly the process called validation. Yəni ki, bizim training datamızdan müəyyən bir xırda bir fraqment götürüb, hissə götürüb. O hissəni saxlayır ki, o hissə bizim modelimizin şey olduğunu, validation yoxlamaq üçün. Yox, bizim datamız yaxşıdır. Əslində, R-square falan bunun hamısı validation datandan verilən çıxan bir nəticələrdir. Okay? Sonra test data. Unchained data şeydir. Test data deməkdir ki, biz bunun üzərini test edirik. Baxırıq ki, okay, predict etməyə çalışırıq da bizim bir test datamız olmalıdır. Düşün ki, bizim 10 milyon çətirlik bir datasetimiz var. Mən götürürəm 90%-nin training üçün, yox, 80%-nin training üçün götürürəm. 10%-nin validation üçün götürürəm, 10%-nin test üçün götürürəm. Okay? Belə bir şey deyirəm ki, həm mən validation olsun, model validate ediləcək, test datamızda, testi mən validate edə bilmərəm, amma validation'a validate edə biləm, modelimizin validate edilmək üçün. So, overfitting, yox, aidlikdir. Model complexity. Bizim, amma bax, modelimiz elə olmalı ki, çox kompleks olmamalıdır. Model nə qədər çox kompleks olsa, bizim training çox zaman alır, train olmaz. Hər dəfə modeli train edə çox vaxtımız alır. 2. Test datamızda biraz sıxıntı olur. Hətta modeli run edirsən, çox bahalı olur bu bir şey, bu proses. İndi öz kountimizə görə qiymət pul veririk, öz pisimizdə yerində. Amma hər hansı bir server istifadə eləməsək, biz nə pul veririk ki, bizim runtime'ımızdan alır, enerjimizdən, kompüter enerjisindən alır. Çətin olur. Kompleks model bəzən bunda run ola bilmir, öz pisimizdə. Elə bilmir. O da ağır modeldir ki. Datamız da ağırdır, modelimiz də ağırdır, kompleks modeldir. Elə run olur 4-5-10 saat, hər dəfə test datanı şey eləmək üçün model run olmalıdır. Bir dənə adi bir dənə cavabı verəcək, normalda fraction of second olmalıdır, tez bir şəkildə. 100 minlik datanı verirsən, predict verməlisən normalda. Amma bu saatlarını, günlərini alacaq falan belə. Onun da kompleks model deyil. Yaxşı bir şey deyil. Biz kompleks model qurmaq istəyirik. Okay? Bu model kompleksiyeti oradan gəlir. So, overfitting. Bax, overfitting nədir? İndi gəl belə danışaq, bunun üzərində danışaq. Bax, overfitting budur. Hər bir datamız görür. Bizim modelimiz var. Hər bir datamız görür. Amma pis bir şey deyil. Niyə? Çünki ancaq bunu o qədər mükəmməl öyrənir ki. Düşün ki, bizim yeni bir test datamız var. Bax, bizim bu modelimiz budur. Bu qədər qəşəng qrupdur. Fərqli, bizim şeyimiz qrup. Linear deyil, bu. Amma yəni qrupda yəni bir linear modeldir. Linear tutsa, linear deyil də non-linear modeldir. Bir də təxmin bir data point ataq, bizim problem test atdıq. Bizim test datamızdır. Bunu predict edəkləri bu, mümkün deyil. Bunları öyrənəm ancaq. Bunun üstünə düşməsən, öyrənə bilməzsin. Yəni ki, elə bir şey olur ki, model o da mükəmməl öyrənir ki, öz şeyini, öz datasetini, train datasetini çox mükəmməl öyrənir. Amma test datasında əgər fərqlilik varsa, yox,
predict edə bilməz. Broadcom prototipanı predict edə bilməz. Həmişə ancaq bunu sən düşünməlisən, sən düşünməlisən, ancaq predict eləmək üçün. Amma düşsə mükəmməl, 100% nəticə verəcək. Düşməsə verməyəcək. Amma bizim belə bir şey olmaz, belə bir model qurmamız mənasızdır. Ki, çox onu üzərində. Mən onu, nə oldu, bu model qurmayayım, daha təxmin edeyim. Bildin, belə bir şey. Buna deyirlər, bu mükəmməl, bax ki, versən, nə 100% düşübdür, nə şey edibdir, amma müəyyən bir trend line şey, yəni ki, fit edibdir. Trend line görsən, bu düşür, qalxır, bu necə mükəmməl, linear şey kimi, RMS-i mükəmməl saxlayaraq da xətt keçibdir, yəni. Bir də var bu, görürsünüz, mükəmməl deyil. Burada vərilər çox uzaqlaşır, burada. Biz çox şey deyil, mükəmməl. Bunun RMS-inə baxsaq, bu çox böyük olar, yəni, mənasızdır. Məntiqlə. RMS-lərə baxsaq, burada eləyə bilir də RMS-ini qura bilir. RMS-inə baxsaq görür ki, bu çox böyükdür. Çünki buna bax, nə qədər məsələ olacaq. Düzü bundan square olacaq. Okay? Ready? Bu underfitting. Underfittingdə bu nədir? Underfittingdə şeydə model çox generaldır. Düz xətlik, çox simple model. Aşırı general. Bu yəni məsələn, train datamızda bizim zərəkli train yaxşı deyil. Yəni bu verəcək accuracy 20%, 25%, məsələ üçün deyirəm. Bu verəcək 70-60%. Bu da verəcək 90-95 deyil, 100%. Amma 100% model yoxdur, model yox. 80-85 arası, 70-85 arası mükəmməl sağlayır. Yəni, genəldə modelə belə. Okay. Bunu tutara biləcəyik məncə, hə. Bura bir dənə diqqətlə qulaq asın. Gəlin bunu oxuyalım çox diqqətlə. Evdə oxuyum bunu. Bax, bias nədir? In very simple term, bias is an amount that the model prediction differs from the target value. Yəni ki, bizim predicted value'muz target value-dan nə qədər şeydir, nə qədər fərqlənir. Bildi? Actual value ilə predicted value nə qədər fərqlənir. Compared to a training data. Yəni training error. Buna deyək training error deyirlər. Yəni ki, training error. Yəni bizim training, bax, ancaq trainingi düşünün də, bax, test datanı düşünürük. Training üçün biz model qurduq, training datamızda istifadə edirik. Mən deyirəm ki, bu nə qədər biasdır. Bunlar arasında olan fərqi oxumaq istəyirəm. Training datamızda, bax, burada. Bu bizim training datamızda, training modelimiz bunun üzərində olur, bu datamızda. Bu da bizim training line'ımız, tapdığımız və model bunu tapırda, modelimizi tapmaq budur. Onun üçün budur. Mən deyirəm ki, bias nədir? Bu toçqayla, bu toçqayla olan fərq. İndi bizim biasimizdir. Bizim training datamızda budur. Bu bizim errorumuzda ki, həmin xəttdən olan fərqimiz. Actual value-ilə şey arasında fərq. Every algorithm starts with some level of bias because the bias results from assumption in the model that makes the target function easier to learn. A high level of bias can lead to underfitting. Each occurs when the algorithm is unable to capture the relevant relationship between the feature and the target outcome. The high bias model typically includes more assumption about the target function and the end result. Low bias model incorporates lower assumption about the target value. Okay. But in any concept, bax, əgər bizim bias uzaq məsafədə, bu bizim məsafəmizdir. Bizim bu biasimiz nə qədər böyük olarsa, o underfit olacaq model. Nə qədər kiçik olarsa, çox böyük olarsa, bu underfitdir. Çox kiçik olarsa, bu overfitdir. Biz ortamı saxlamalıyıq. Biz belə bir şey. Overfit niyə testi zəif olur? Overfit testi niyə zəif olur? Yaxşı öyrənir, model yaxşı öyrənir. Model öz datasını mükəmməl öyrənir. Çünki test datası production. Mənim test datam hər şey ola bilər. Mən model quranda, mən test datamı atmaq istəyirəm. Eyni şey CodeFit'də də olur. Baxın, görün, fərqli olan varsa, yox olmayacaq.
İnan ki bunun ümumiyə baxanda, mən 15-20 dənə sampl varanda bu da yetməyəcək, nəinki bu. Yox, əgər şansım gətirək, nətər şansım yavaş gətirək ki, ümumda bu tosqanın üstünə düşür. Beləcə çox az şansdır və daimi də olmayacaq. Yəni bir dəfə olsun, bir dənə sampl olsun. Sabah kim olmayacaq. Bir də ona elə şeylər bilərsən. Long term'da uzasın. Okay, bias'ı anladınız? İndi variance var. Variance indicates how much the performance of the model would differ if different training data is used. A model with high variance will fit the training data too closely and will result in a significant changes for small changes in the dataset. The model will not give generalized performance, will lead to overfitting. Bu nə deməkdir? Deyir, əgər, bax, bizim variance nə deməkdir? Variance deyir ki, bizim modelimiz nə qədər dəyişər, əgər biz training datamızı dəyişsək. Bir yəni yox, biz 5 dənə training data elə bilərik də. Biz bunu deyir, dəyişsək, bizim ümumi xəttimiz, ümumi modelimiz nə qədər dəyişəcək? Belə, bir modeli difference, fərqli model, müxtəlif datalardan aldığımız modelləri arasında olan fərq. Bilir? Belə deyək buna. The model with high variance will fit the training data too closely and will result in significant changes for small changes in the dataset. Görürsən? Deyir ki, əgər bizim variansımız bu şeydir, yuxarı olarsa, bizim training data bu nə deməkdir? Bax, yenə bura gəldi. Bir bunu düşünün. Elə? Bir də başqa bir dənə şey olacaq, model olacaq. Başqa bir data point olacaq. Özü bu olanda bizim variansımız çox fərqli olsa, bu formatda olmayacaq. Bax, belə deyək də, bizim normalda başqa dataseti istifadə eləsək, training datamız, training modelimiz eyni olacaq. Bəzi dataseti biz dəyişik, tweak eləmişik də. Eyni dataseti bir hissəsini çatmışıq, başqa hissəsini qoymuşuq yerinə. Bizim belə düşünün, amma yenə var. Bizim yenə modelimiz bu olmazsa, bax, belə bir şey olacaq. Belə bir şey olacaq, bildin? Amma burada o belə dəyişəcək. Bizim variansımız artacaq yəni. Bizim variansımız nə qədər artsa, o qədər çox overfit olur bizim modellər. Okay. And the model will not give generalized, yəni bu çox şey olacaq da, yəni çox spesifik olacaq yenə də. Overfit olan spesifik olmayan deməkdir. Bildin? Variance sadəcə oldu ki, datasetdə müəyyən hissəni dəyişmək. Yəni biz nə deməkdir? Hə, biz ümumiyyətlə nə istəyirik? Biz bax, high bias. Bizim biasımız yüksək olarsa, underfitdir. Bizim variansımız yüksək olarsa, overfitdir. Və tam tərsi, bizim biasımız balacadırsa, overfitdir. Bizim variansımız balacadırsa, underfitdir. Tam tərsi, hər şeyin tam tərsi. Okay? Hə. Bax, bias and variance trade-off bizə nə deməkdir? Bu ikisinin ortalamasını tutturmaq deməkdir. Bizim modelimiz elə olmalı ki, bizim modelimiz bu olmalıdır da. Bu belə. Nə overfit olmalıdır, nə underfit olmalıdır. Nə deməkdir? Bu high bias, low variance. Low bias, high variance. Biz ortalamasını tutmaya çalışırıq. Mən bunun ortalamasını tutmaya çalışırıq. Bilirsiniz? Bu da trade-off. Yəni ki, nə olsun, nə olsun, qaçıq bir şey olsun, ortaya bir haşlı olsun, çıxarsın, belə bir şey var, belə bir şey. Bilirsiniz, belə. Bu deməkdir. Believe that if we increase the bias of the overfit model, but if we increase the bias, biz bias'ı, we will make the model simpler. Bax, overfit bu nədir? Low bias deməkdir, low bias elə. Deyir ki, biz bunun biasını artırsaq, model daha simple olacaq. Bu çox kompleks model daxil. Bilir? Çox fit olubdur. And capable of generalization, generalizing, deyə bildim sözü, over the validation set. Its performance on the validation set will improve and consecutively the variance will decrease. Okay? Bu variance high daxil bunun. Bunun variance high daxil və variance high-dir. Elə bunun variansını artırmış olaraq. Bunun biasımızı artırdıqca variance də artır. Yox, variance azalır. Azalır, sorry.
azalmaq demək istəyirəm. On the other hand, if we decrease the bias of the overfit model, if we decrease the bias, we are making the model more complex. Daha da şey edirik axı. Daha da overfit edirik axı. Bax fikrin bu toçko yox idi. Bunu da bunun üstünə qaldırırıq belə. Modeli bəzi şeylə overfit edirik. Bilir? Əgər biz azaldırsa bias'ı. Onda nədir? We are making the model complex and will not perform well in validation set. We will cause the increase of the validation error. The phenomenon is called the bias variance trade-off. Yəni ki, şaşırtıcı ortalamasıdır. İndi buna baxın. Bu nədir? Bax, bizim əkil vəlimiz budur. Bizim əkilimiz budur. Biz bunu tapmağa çalışırıq. Bu nə deməkdir? Bax, low variance. Low variance nə olur? Low variance. High bias. High bias bu soldan. Underfit olur o zaman. Bildik? Bu nə olur? Bu high variance. Şimdi bu nə yaradır? Bax, low variance. Şimdi bütün toxlar hamısı bir yerdən. Low variance. Tamam. Hər şey bir yerdə toplanmışdır. Amma mərkəzdən turuşdan çox uzaqdır. Bildik? O da bu underfit. Okay? Bir də var. Şeydir. Bu nədir? High variance'dir. Ama low bias'dır. Antilope overtake'dir. Bundan bu normallardır. Bilir? Nədir? High variance şeydir. High bias. Bilməli. İkisini də tutur da belə. Mükəmməl olmayacaq, amma yəni bunlardan daha yaxşıdır. Yəni bu da yeni formatdır. Burada biz burada bir dənə var. O ən mükəmməl olacaq. Onu getməyib də belə şey yapalım. Okay? Anladınız var? Okay? Anladınız? Simülatörümdən. Çox adamı səhv salırlar. Çox adamı səhv salırlar. Necə yandırdı?